Akşamınız xeyir hanımlar. Bugün ben size yeni samanlar hakkında bir post paylaşmak istedim. Çünkü kızlar her defa soruşurlar direkteki kağızların forması necədir, yumuşaqdır, sərtdir, saman necə çıxır. Deməli bugün özümde ilk defa sınadığım bir yeni usul size göstereceğim. Çok beğendim ve size de məsləhət görürəm. Bundan əvvəl mən bu kağızla saman edirdim, səhifədə də paylaşmışdım. Bu kağızları rulonla alırdıq. Rulo elə bir ki, çörək falan bükülən kağızı mən bundan xam mal bükürəm. Kooperativ satışlarımızı biz bu kağızlarla bükürük. Niye? Çünkü bu yumuşaqdır. Bundan samanda qəşəng rahat kutuda, yəni ki, sərt qalmır. Bir var bu cür samanlar, görsün necə sərt qalır. Bu gül bükülən samanlardır, kağızlardır. Parıltılı olan, böyle atlas gibi kağızı ondan saman eləmişəm. Bu kutuda yəni ki, belə qarışıq qalmırdı, düz qalmalı ya belə ya belə. Bu isə belə qarışıq formatı qaldığı üçün mən bundan istifadə edirdim. Bugün yeni bir usul kağız aldım, yeni bir usul sınamışam. Onu da sizlere göstermek istedim. Bakın necə qəşəng yumuşaq saman alınıb. Özde bu kağızların her rengi var. Biz daha renk kağızları, renkli kağız aktarmağa yani bize ihtiyaç kalmayacak. Bu nasıl kağızlardır? Nişanlarda falanlarda istifadə olunur və yaxud xonçalara belə renkli görürsünüz xanımlar. Qapıya daha da yapışdırırlar. Güllər düzəldirlər. Səhv etmirəmsə mən elə bilirəm. Hemen kağızlardan da böyle bir uzunluğu var. 50 santim səhv etmirəmsə bunu buradan kesmişəm. Bakın bu uzunluğunu buradan kesmişəm. 50 santim olar məncə. Biraz yine Abşeron Ticaret Merkezi'nde aldım. Orada her rengi vardı. İnşallah bu növbəti dəfə 6-7 renginde alacağım. İndi size göstereceğim. Onun yumuşaklığını çok beğendim ve çok sərfəli də bir variantdır. Bunun deməli 50 santim olsa harasa bunun 1/4 hissəsini mən deməli 1/4 hissəsini kesmişəm də. 1/4 hissəsindən hələ biraz kağız elədim, saman görün nə qədər çıxdı. Bir dənə qutu üçün artıq saman hazırdır. Bəlkə burada 5 qəpik mən kağız sərf etmişəm. Çünki mən bu kağıza 1 manat vermişəmsə, o bir hissəsinin də yarısına qədər saman çıxartmışam. İndi baxın, burada sizə göstərirəm. Çok sərfəli xanımlar. Usul tapmışam siz üçün. Yəqin ki, hamınız hər dəfə saman alırsınız, çox əziyyət çəkirsiniz. Samanlar da bahadır. Bir balaca pingvinin içinde, paketin içinde 1 manata satırlar. Ama bu var ya, görün ne kadar burada saman çıxır. Görün sizler. Ben tez eləyə bilmirəm. Səliqəsizlik olmasın diye. Ama özüm eləyəndə tez eləyirəm. Restoran çatdırdım. Bir de kağızın axırına çıxmaq istəyirdim. Bitti. Bakın.